Bismillah. Budur 29 yanvar üçün bürclərin ən düz pul proqnozu. Qoç, gözlənilməz xərclər çıxa bilər, amma günün sonunda balansı saxlaya biləcəksən. Riskli yatırımlardan uzaq dur. Buğa, pul axını yaxşılaşır. Gözlədiyin ödəniş və ya qazanc gələ bilər. Qənaət etsən daha çox qazanacaqsan. Əkizlər, kiçik qazanc, amma sevindirici xəbər var. Alış-veriş üçün münasib gün deyil. Xərçəng, pul məsələsində diqqətli ol. Borc vermək və ya almaq məsləhət deyil. Axşama doğru rahatlıq gəlir. Şir, gəlir artımı mümkündür. İşlə bağlı pul təklifi ala bilərsən. Şans sənin tərəfindədir. Qız, pul planlaması vacibdir. Lazımsız xərclərdən qaç. Axşam saatlarında müsbət xəbər ola bilər. Tərəzi, əlavə qazanc şansı var. Xüsusilə onlayn və ya yan işdən gəlir mümkündür. Əqrəb, maddi baxımdan güclü gündür. Əlinə pul keçə bilər, amma hamısını xərcləmə. Ox atan, pul gəlir, amma tez də çıxa bilər. Düşünmədən qərar vermə. Oğlaq, əmək qarşılığını alırsan. Gecikmiş pul ödənişi gələ bilər. Stabil gündür. Dolça, gözlənilməz qazanc ehtimalı var. Şans oyunları və ya təsadüfi gəlir mümkündür. Balıq, pul enerjisi açılır. Kiçik risk böyük qazanc gətirə bilər, amma ölçülü ol.